Dostlar, hər kəsi salamlayıram. Dövlət qulluğunun müsahibə mərhələsinə hazırlaşanlar üçün çox faydalı bir video çəkirəm. Məhz yerli icra hakimiyyəti orqanlarına hazırlaşan şəxslər bu videoya mütləq baxsın. Çünki mövzumuz nədir? Yerli icra hakimiyyətin əsasnaməsindən sizə düşə biləcək 15 sualdır. Bəli, bunların izahını verməyəcəm. Sadəcə sizə hansı suallar düşə bilər, onlarla bağlı 15 sual burada qeyd edəcəm. Gəlin baxaq. İlk sualımız nə olsun? Bax, belə bir sual deyirəm. Yerli icra hakimiyyətləri orqanları, yerli icra hakimiyyəti orqanları belə yazaq. Hansı hüquqi əsasla yaradılır və kim tərəfindən? Hansı hüquqi əsasla və kim tərəfindən yaradılır? Maraqlı sualdır, düzdürmü? Daha sonra keçək biz ikinci sualımıza. Görək ikinci sualımız nədən ibarətdir? Baxaq. İkinci sualımız. Yerli icra hakimiyyəti orqanı başçısı öz fəaliyyətini hansı əsas prinsiplər üzərində qurur? Prinsiplər nədir? Və ya belə də deyə bilərsiniz. Öz fəaliyyətini hansı prinsiplər əsasında qurur? Bu da belə. Üçüncü sual. Yerli icra hakimiyyəti orqanlarına hansı qurumlar daxildir? Baxın, burada yazırıq. Hansı qurumlar daxildir? Daha sonra buradan sualımızı verək. Dördüncü suala baxaq. Orada ikili tabelik var. Uzun uzadı yazmıram. Sadəcə sizdən belə soruşuram. İkili tabelik nədir? Sual. Beşinciyə baxaq. Beşinci. İcra başçısı vəzifəsinə təyin olunan şəxs kimi, yəni kimdirsə icra başçısı yazaq. İcra başçısı. Yəni bu şəxs üçün hansı tələblər var? İcra başçısı üçün hansı tələblər var? Və belə deyim, məhdudiyyətlər hansılardır? Tələblər nədir? Məhdudiyyətlər nədir? Hələ ki 5 sual izahdır, düzdürmü uşaqlar? Buna qədər güman edirəm ki, yazmısınız artıq bu sualları. Bir də buradan 6-cını yazım. Sonra keçərik biz, digəri silərəm, 7-yə baxarıq. Daha sonra icra başçısının yanında fəaliyyət göstərən, icra başçısının yanında fəaliyyət göstərən şura. Bu şuranın funksiyası və tərkibi haqqında danışır. Bura qədər aydındırsa uşaqlar, buranı siləcəm mən. Keçəcəyik buradan ikinci hissəyə, mən buranı silim. Buradan 6 sual izahı vermişəm hələ ki. Keçəcəyik indi 7-yə. Hə, 7-də artıq biz şuradan danışdıq. Elə şuradan danışarkən bunlara da baxaq. Apellyasiya şurası. Bu apellyasiya şurası, apellyasiya. Ola bilər səhv yazım. Şurası nədir? Və vəzifəsi. Vəzifəsi nədir? Hansı məsələlərə baxır? Və vəzifəsi nədir? Belə. 8-ci suala baxaq. Yerli icra hakimiyyəti başçısının, elə belə yazıram, başçısının sosial, iqtisadi, inkişaf sahəsində əsas vəzifələrini danışın. Sosial, iqtisadi, inkişaf sahəsindəki vəzifələrindən danışın. Daha sonra buradan sual da belə qoyum. Tam yazmıram uşaqlar. 9-cu sual markerimdə də yazmır tam. İnzibati ərazi dairələri üzrə, inzibati ərazi dairələri üzrə dairə yazıram belə. Bu nümayəndəliklər, bunların vətəndaşlarla iş sahəsindəki vəzifələrindən danışın. Vəzifə. Neçədir? 9. 10-cu suala baxaq. Yerli icra hakimiyyəti orqanları hansı formada hüquqi haqlar qəbul edə bilərlər? Hansı formada bunlar hüquqi haqlar qəbul edə bilərlər və s. Hüquqi akt. 11-ci suala baxırıq. Yerli icra hakimiyyəti orqanlarının biz burada yazdıq sosial iqtisadi inkişaf sahəsində. Gəlin biz digərinə baxaq. Memarlıq və şəhərsalma sahəsindəki əsas vəzifələri, memarlıq və şəhərsalma sahəsindəki vəzifələrindən danışın. Ben uzun uzadı yazmıram. Bura qədər aydındırsa, mən markerimi də dəyişim.
Çünki hiss eləyirəm. Yaxşı yazmır görüm. 11 sualı artıq biz yazmışıq. Siz də yazmısınız güman eləyirəm. İndi görün bu markerim necə yazır. 12-ci suala baxırıq. 12-ci sual bu yaxşı yazır. Yerli icra hakimiyyəti orqanlarının maliyyələşmə mənbələri hansıdır? Hardan maliyyələşir? Maliyyələşmə mənbələri. 13-cü sual. Buradan da sualı belə qoyaq. Daha sonra Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti başçılarının, buradan başçı yazıram qısa şəkildə, digər rayonun icra başçılarından fərqləndirən, yəni daha doğrusu nə ilə fərqlənir? Naxçıvandakı başçılar, yerli icra hakimiyyəti başçıları digər rayondakı başçılardan nə ilə fərqlənir? Belə bir sual verə bilərəm. Yəni söhbət burada nədən gedir? Buradan da yazım. Daha doğrusu təyin olunma qaydası ilə bağlı. Yəni bunların arasında təyin olunma ilə bağlı fərqlilik nədən ibarətdir? 14-cü suala baxaq biz burada. Yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ xarakterli aktlar nə zaman qüvvəyə minir? Nə zaman qüvvəyə minir bu? Normativ xarakterli, normativ hüququ yox. Nə zaman qüvvəyə minir, daha doğrusu qüvvəyə minir. Və bir də sonuncu sualımıza baxaq. Bakı şəhər icra hakimiyyəti başçısı. Bakı şəhəri icra hakimiyyəti başçısının təyinatı ilə digər icra başçılarının təyinatı arasında fərq nədir? Yəni Bakı şəhər icra başçısının müavinindən söhbət gedir. Bakı şəhər icra hakimiyyəti başçısının müavininin təyinatı ilə, müavin də yazaq, digər icra başçılarının müavinləri arasında, yəni təyinatla bağlı hansı fərqlər var? Bax, bunlar da uşaqlar sizə verəcəyim suallar. Hazırlamışdım bu sualları sırf sizin üçün. 90% sizə bu suallardan, yəni söhbət yerli icra hakimiyyəti əsasnamələrindən danışıqsa, məhz bu sualları sizə verəcəklər. Siz də bu suallara baxırsınız. Əlbəttə ki, bu sualların cavabını axtarırsınız, tapırsınız. Əsasnamədə hər biri var və imtahana hazırlaşırsınız. Xüsusən də ümumi müsahibə elanında 15 iyulda ümumi müsahibə elanında belə bir vakansiyalar çıxmışdı. Bax, belə uşaqlar, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyənin, abunə olun ki, bir çox dövlət qulluğuna hazırlaşan şəxsə əl çatan olsun. Sağ olun.